Bu gecə Allaha sığınaq deyək, axırıncı gecəmizdir. Son Qədir gecəsi ən çox ehtimal olunan, məsələn, Allahdan qorxmasaydım, deyərdim elə Qədir gecəsi bu gecədir. Yəni o qədər hədislər çox möhkəm deyib bu gecə üçün. Mən Allahla münacat edirəm və indi duaya başlayacaq. Hamının diqqəti məndə olsun, hamı qoşulsun öz evindən mənim bu münacatıma. Mən Allaha belə deyərəm. Deyərəm ki, ilahi, öz qüdrətini məndə göstər. Cəmaat baxsın, desin ki, bu da düzəldisə, deməli yaxşıdır. Deməli Allah çox rəhimlidir. Cəmaat baxsın, mənə desin, bunun kimi adam da islah oldu, dəyişdisə Qədir gecəsində. Deməli, düzəlmək mümkündür. Allah hər şeyə qadirdir.